Kufa şəhərində yerləşən bu məscid İslam tarixinin ən mühüm yerlərindən biridir. İmam Sadiq əleyhissalam buyurur, elə bir salih bəndə və nəbi yoxdur ki, orada namaz qılmasın. Hətta Həzrət Peyğəmbər salavatullah meyraca gedərkən Kufa məscidinin üzərindən keçəndə Cəbraildən izin istəyir və eynir orada namaz qılar. Və İmam Baqir əleyhissalam Kufa məscidi haqqında belə deyir. Əgər insanlar Kufa məscidində olanları bilsəydilər, uzaq məsafələrdən ora gəlmək üçün minik və azuqə tədarük edərdilər. Orada qılınan vacib namaz həccə, müstəhəb namaz isə ümrəyə bərabərdir. Kufa məscidində Həzrət İbrahim məqamı, Xızr əleyhissalamın məqamı, Beytül Təşt məqamı, Diqqətül Qəzavə məqamı, Həzrət Peyğəmbərimizin məqamı, Adəm Peyğəmbərin tövbə etdiyi məqam, Cənab-ı Cəbrailin məqamı, İmam Sadiq məqamı, İmam Səccad məqamı və Əli əleyhissalamın zərbətləndiyi məqam. Ən təsirli və hüzünlü hadisə məhz burada baş verdi. Hicri 40-cı il Ramazan ayının 19-u sübh namazında Həzrət Əli əleyhissalam bu məscidin mehrabında zərbətləndi. O gün mehrab qanla boyandı, lakin haqq əyilmədi. Kufa məscidinin ziyarətində Haqqın iki qalası var. Müslüm ibn Əqil, günahsızlığın, sədaqətin simvolu, Muxtar Əbu Ubeyd Əs-Səqəfi, cəsarətin və intiqamın qılıncı. Biri düşmənə boyun əymədi, digəri isə dostun qanını yerdə qoymadı. Bu iki ad Kərbəla məktəbinin tamamlayıcı simalarıdır. Biri şəhid, biri ədalət. Kərbəla hadisəsindən sonra haqqın batilə cavabı kimi tarixdə silinməz iz buraxmışdı. Müslüm ibn Əqilin tək buraxıldığı Kufədə, Hüseynin qanı axan torpaqda, Muxtarın qılıncı haqqın cavabı oldu. Məqsədim Hüseynin qanına hörmət etmək, zalimları cəzalandırmaq və Əhl-i Beytin haqqını bərpa etməkdir. Kərbəlanın qanı yerdə qalmayacaq, dedi və əməl etdi. Və İmam Hüseynin qatillərindən qisas aldı, qəlblərə su səpdi.